İrana sağalmaq ümidi ilə gedən Azərbaycanlının başına ağla sığmaz bir hadisə gəlib, dəyərli tamaşaçılar. Deməli, İran həkimləri onu sağaltmaq əvəzinə əməliyyat zamanı ağciyərində tampon qoyub göndəriblər. 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Pərviz Əliyev ziyarət məqsədi ilə İranın Məşəd şəhərinə gedib. Səfər zamanı səhhətində ciddi narahatlıqlar yaranmağa başlayıb və yerli həkimlər ona İranda əməliyyat olunmağı təklif ediblər. Əməliyyatdan sonra həkimlər onu arxayın ediblər ki, hər şey yaxşıdır, hər şey normaldır, əməliyyat uğurla keçib. Ancaq Pərviz Əliyev Azərbaycana qayıdandan sonra qısa bir müddət ərzində səhhəti yenidən kəskin pisləşməyə başlayıb və şikayətləri artıb, yüksək hərarəti qalxıb, güclü öskürək, ciddi narahatlıq yaranıb onda. Bu səbəbdən də həkimə müraciət edən pasiyent kompüter tomoqrafiya müayinəsinə göndərilib. Müayinə zamanı onun ağciyərində yad cisim aşkar olunub. Torakal cərrah tibb elmləri namizədi Cəmil Ələkbərov bildirib ki, xəstə üzərində aparılan əməliyyat təxminən 5 saat davam edib və ağciyərindən yad maddə çıxarılıb pasiyentin. Həkimlərin sözlərinə görə onun ağciyərində iri ölçülü tibbi bir tampon qalıbmış. Çıxarılan yad cismin ölçüsü isə vəziyyətin nə qədər ciddi olduğunu göstərir. İndikatorlardan da görəcəksiniz bunu. Xəstədə də ikincili empiyema, yəni ağciyərin plevra boşluğunun irinləməsi başlamışdı. Və qərarı aldı ki, xəstəyə retarakotomiya, yəni plevra boşluğun yenidən açılması və ikincili cərrahi əməliyyat. Biz bir balaca bir kəsik apardıq, məlum oldu ki, plevra boşluğunda tampon unudulub qalıb. Əməliyyat zamanı mən aşkar etdik ki, ağciyərin aşağı payının daxilinə doldurulmuş böyük bir tampon, yəni cərrahi salfet var. Bu ağciyərin aşağı payı tam destruksiya olduğuna görə həmin nahiyyə doldurulmuş bir tampon idi və orada çıxarıldı. Necə deyirlər, xəstənin həyatı xilas olundu. Hal-hazırda xəstənin durumu yaxşıdır. Xəstədən çıxarılan tampon araşdırma üçün Dövlət Təhlükəsizlik Xidmətinin laboratoriyasına göndərilib və aparılan ekspertiza nəticəsində yad cismin həqiqətən də tibbi tampon olduğu rəsmi şəkildə təsdiqlənib.